izləyicilər, hər birinizi salamlayıram. Bugünkü qonağımız Lənkəran rayon Xarxatan kənd sakini, hal-hazırda Bakı şəhərində iş adamı kimi tanınan Vüqar müəllimdir. Vüqar müəllim, sizi salamlayıram. Sağ olun. İnanıram ki, maraqlı müsahibə olacaq. Tam səmimi şəkildə bizim suallarımızı cavablandıracaqsınız. İnşallah. Nəzərinizə çatdırım ki, bizim Cənubun səsi Cənub bölgəsində yaşayan tanınmış insanlarla tez-tez görüşlər keçirilir və belə müsahibə xarakterli video materiallar hazırlayır. Bu günlərdə siz bizim Cənubun səsinin qonağısınız. Sizi salamlayıram və icazənizlə müsahibəyə başlayaq. Başlayaq. Vüqar müəllim, ilk öncə istəyərdim ki, izləyicilərimizə özünüzü təqdim edəsiniz. Özünüz haqqında məlumat verəsiniz. Buyurun. Mən Məmmədov Vüqar Aşuroğlu. Lənkəran rayonu Xarxatan kəndində anadan olmuşam. Elə Xarxatan kənd tam orta məktəbini bitirəndən sonra hərbi sıralarına Qazaxıstan Kustanay oblastında daxili qoşunlarda, indiki deyək ki, daxili qoşunlarda xidmət etmişəm. Birinci xidmətə kimi mən ali təhsilə sənədlərimi verdim, Politexnik İnstitutuna vermişdim. Elektron hesablama qurğuların tətbiqi və istifadəsi. Orada konkursa düşdüm. Ondan sonra əskərliyə getdim. Əskərliyə qayıdandan sonra, hərbi xidmətdən qayıdandan sonra mən təzədən 1992-ci ildə onda test usulu çıxdı. Test usulu ilə verəndə 256 balla İqtisad Universitetinin qiyabi şöbəsinə düşdüm və qiyabi oxudum. Və paralel oxuya-oxuya da mən Lənkəran sərhəd qoşullarının Lənkəran alayına işə düzəldim və 4 il orada çalışdım. Sonra öz istəyimlə hərbi hissədən çıxmaq qərarı verdim. Həm xəstəliyimə görə, həm də öz istədiyimə görə işdən təxris olundum və ondan sonra başladım. Birinci fermer təsərrüfatı ilə sahibkarlığa başladım Lənkəran rayonunda. Fermer təsərrüfatı ilə 1-2 il çalışandan sonra Bakıya fermer mallarımı bazara çıxardırdım və burada da biraz ticarət, meyvə ticarətində məşğullandan sonra 1-2 ildən sonra sırf keçdim topdan satışa. Buranı mən 2007-ci ildə özüm aldım. Bura şəxsi öz mülkümüzdür, sahibkarlıq yerimizdir. Burada şüşə qabların alışı və satışı ilə məşğul olur bizim işçilər. Sahibkarlıq fəaliyyəti ilə hal-hazırda məşğul oluram. Yəni, bacardığım qədər dövlətimə, xalqıma xidmət edirəm bu sahədə. Təşəkkür edirəm. Vüqar müəllim, qeyd ediniz, hərbi sahədə fəaliyyət göstərmişsiniz. Hansı rütbədə və hərbidə fəaliyyətiniz dövründə bir nailiyyətləriniz mi deyim, bir görüşləriniz mi deyim, olubmudur? Hərbidə mən xidmət eləmişəm mühəndis istehkam qurğularının istismarında. Yəni, o da əsas sərhədi təmir etmək deməkdir də. Sərhəddə olan qurğuları biz quraşdırırdıq və onun istismarına nəzarət edirdik. Qısa müddət 4 il işlədim mən orada, gizir kimi çalışdım. Yəni, briqadam kimi orada bizdə gizir, bizim də bölmə nəzarət eləyirdim və bütün bizdə birinci zastavadan ta gəlirdi dənizə kimi quru sərhədə biz nəzarət edirdik. Orada da xidmət etdiyim zaman tərifnamalarım olub. İndi necə, orada hərbisi dostlarınızla əlaqələriniz varmı? Yəni, görüşürsünüzmü bir hərbi işləyən bir işçi kimi? Onlarla bu xatirələrinizi bölüşürsünüzmü? Heç o illər üçün darıxırsınız? O vaxtki hərbiçi, məndən işləyən uşaqlarla əlaqəm var, bir neçəsi ilə. Amma hal-hazırda orada onlar heç biri işləmir. Çünki üstündən 30 il keçir. Bildiyiniz kimi hərbidə 25 ildən sonra hamısı təxris olunur da. Pensiya deyirlər, necə deyirlər, təqaüdə çıxır. Təqaüdə çıxır. Onlar hamısı təqaüddədirlər. Amma uşaqlar məndən münasibətdədirlər. Yəni, Lənkəran Boladi kəndindən var. Sonra bir ki, qərbi Azərbaycanlılar var ki, burada onlarla çox yaxın münasibət var. İndi də zəngləşirik, görüşürük.
ara bir olur. Hə, uşaqlardan mənim əlaqəm kəsilməyib. Yoldaşlığımız isti olub, yaxşı olub. Daha sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışsınız. Hal-hazırda bu işi daha da genişləndirmişsiniz və bir çox insanlar sizin yanınızda fəaliyyət göstərirlər və bu çox sevindirici haldır ki, bizim üçün də Cənub bölgəsindən belə bir sahibkar var və onun çoxlu işçiləri var. Sahibkarlıqda ilk addımlarınız necə olub və bu hal-hazırda sahibkar kimi fəaliyyətinizdən biraz geniş danışardınız, biraz necə deyəlim, adınız ki, alqı-satqı işləri bizə gedir. Həm sahibkar kimi, həm burada hal-hazırda buranın, siz bu müəssisənin rəhbərisiniz. Bununla bağlı bizə geniş bir açıqlama verərdiniz. Bəli, bu işdən mən hardasa 2011-dən sırf bu işdən məşğul oluram. Ona kimi mən də dediyim kimi parakəndə ticarət olub və sonra toptan satış ticarətlə məşğul. Xətai rayonunun Nigar Rəfibəyli küçəsi, indiki mübarək restoranla üzbəüz, orada 120 kvadratlıq mini market mi deyək, onu 4-5 il orada çalışmışam və sonra da keçmişəm 2011-dən bu işə, sahibkarlığa böyütmüşəm, inkişaf etdirmişəm. Bəli, mən işimi, sənətimi sevirəm və bundan çox insanlara xeyir verməyi, dövlətimizə xeyir verməyi, əgər bacarıramsa, çox bundan özümə şərəf duyuram mən. Bəli. Bir şey mən gözümdən qaçmadı. Burada işçilərinizlə münasibətiniz çox yaxşıdır. Yəni mən hiss elədim ki, müdir-işçi söhbəti burada yoxdur. Yəni həm bir rəhbər olaraq işçilərinizlə münasibətiniz çox yaxşıdır. Yəni bunu necə əldə elədiniz? Bu səmimiyyət hardan yarandı? Doğrudan da belədir. Biz elə fəhləlikdən bu işə başlamışıq. Biz özümüz də fəhlə olmuşuq. İnsan əgər işçisinin qədrini bilməzsə, o insan heç vaxt irəliləyə bilməz. Elə bütün nailiyyətlərimiz elə oradan başlayır ki, biz işçilərimizi dəyərləndirməyi bacarırıq. Onların bütün problemlərinə, yəni hər bir insanın problemini bir insan həll edə bilməz. Çətin vəziyyətlərdə yanında olmaq, müəyyən qədər maddi, mənəvi dəstək olmağı bacarmışıqsa, ona görə biz çox şərəf duyuruq. Allaha çox şükür edirəm. Mən bunu bacarıramsa çox özümə fəxr edirəm. Bizdə olan məlumat edirsiniz, həm Azərbaycan Jurnalistlər Birliyinin üzvüsünüz və mətbuatla sıx əlaqədəsiniz və bir çox media orqanları sizə fəxri fərmanlar, fəxri diplomlar, fəxri mükafatlar veriblər. Biraz da bu yöndə fəaliyyətinizdən və mətbuatla əlaqələrinizdən bizə danışardınız. Bəli, mən mətbuatla sıx əlaqə olmağımın gündəlik siyasi gedişləri, dünyanın gedişinə görə çox maraqlı bir insanam. Bizim ulu öndərin vaxtından istər indiki bizim cənab prezidentimizin həmişə yanında olmağa çalışmışam. Mən həmişə ona yəni var qüvvəmlə onları dəstəkləyirəm, var qüvvəmlə onları gedişini bəyənirəm. Mən onlara həqiqi bunu çox səmimi deyirəm. Mən onun içimdən gəlir bu, həqiqətən. Çox məmnunam bugünkü gündə. Həqiqətən də çox, həm də prezidentimizdən fəxr edirəm, həm də çox sevinirəm ki, bəli, bugünkü gündə bizim dövlətimiz güclü dövlətdir. Biz, xalqımız böyük bir ləkənin altından çıxdı. Bu da minnətdarıq, düzdür, şəhidlərimizə, bizim qazilərimizə, veteranlarımıza, birinci növbədə də cənab prezidentimizə. Bəli, o idarəçilik olmasaydı, o qüvvəni düzgün idarə edən olmasaydı, bəlkə də biz bu uğuru qazana bilməzdik. Yəni, mən buna görə mənim bu jurnalistliklə məşğul olmağım, məqalalar verməyim istədiyimlə içimdən gəlir onlar hamısı və vətənimi, xalqımı sevirəm, dövlətimi sevirəm. Cənab prezidentimizə çox böyük rəğbətim var. Mən onu həqiqətən qəlbən dəstəkləyirəm. Mən olduğu kimi deyirəm. Qüsursuz yer yoxdur. Avropanın ən güclü bir dövlətini də götürsən, içərisinə girsən, onların da öz qüsurları var, çatışmayan cəhətləri var. Bizim kimi gənc bir dövlətə bu qədər irəliləyib olmağın, bu cür inkişaf etməyi çox qürur vericidir. Allah üçün, mən həqiqət bunu səmimi deyirəm. Mənim içimdən gələn sözdür bu. Təbii ki, bugün ölkə rəhbəri də sahibkarlara hər zaman dəstəkdir və onların
tez-tez çıxışlarında bildirir ki, sahibkarlara heç kim mane olmasın, sahibkarlar o işlərini inkişaf etdirsinlər. Məndə olan məlumata görə siz həm pandemiya vaxtı, həm də müharibə vaxtı yardım aksiyalarında iştirak eləmisiniz və bu aksiyalara qoşulmusunuz. Hətta Cənub bölgəsində, Lənkəran şəhərində qoşulmusunuz və mən buna görə də sizə təşəkkürümü bildirirəm və sizə daha bir sual vermək istəyirəm. Bugün sahibkarlıqla məşğul olmaq istəyən gənclərə Vüqar müəllim bir sahibkar kimi, necə deyərlər, bir stajı olan bir sahibkar kimi nə demək istəyir? Tövsiyələriniz nədir gənc sahibkarlara? Ümumiyyətlə, bizneslə məşğul olan gənclərimizə Vüqar müəllimin tövsiyələri necə olar? Sahibkarlıq elə bir sahadır ki, onu hər insan bacarmır. O insanın fenomenliyindən asılıdır. Heç bir işin asan yolu yoxdur. Sahibkarlıq o qədər də asan iş deyil. Amma onu yalnız onu sevən, o sahanı sevən, onu uğrunda mübarizə aparan insanlar onu bacararlar və hamıya arzu edirəm ki, sahibkarlıqla məşğul olmağı özünə sınasın, ən azından sınasın. Əgər bacarırsa eləsin, dövlətin sütunu, iqtisadiyyatın sütunu sahibkarlıqdır. Hər bir dövlətin dirəyi sahibkarlardır. Yəni o balaca bir çöp kimi də dayaq ola bilər, iri sahibkar dövlətin bir özəyi kimi ola bilər. Yəni bizim bir sadalamaq istəmirəm, siz hamınız Azərbaycan dövlətinin vətəndaşları kimi biz bilirik ki, yəni Azərbaycanda nələr var. Yəni böyük sahibkarlar, böyük dövlətlər, holdinglər dövlətə çox böyük dəstəkdirlər. Yəni arzu edərdim ki, və təbii ki, onu idarə edən sahibkar fəxri vətəndaşdır, dövlətin fəxri vətəndaşıdır. Onlar öz gördüyü uğurları ilə çox fəxr edirlər. Mən kiçik bir sahibkar olduğuma görə nə qədər fəxr hiss edirəmsə, deməli onların böyük fəxri. Deməyim odur ki, deyir, general olmaq istəməyən əskər də deyil. İnsan gərək həmişə irəli getməyə çalışsın. İrəli getmək üçün də daimən gərək mübarizə aparasan. Çətinliklərdən qorxmayasan. O vaxta kimi onun rahatçılığını duyasan, hiss eləyəsən. Mən onlara tövsiyəm budur ki, yalnız mübarizə aparsınlar. Birincisi sınasınlar. Əgər alınırsa onun uğrunda mübarizə aparsınlar. Sahibkarlıq gözəl duyğudur, gözəl hissdir. Cənub bölgəsinin, mən deyərdim, Dilbər Gülşənliyindən olan Lənkəran rayonunun Xalqatan kəndindəsiniz və istəyərdim ki, kənd haqqında, kənddəki gənclik illəriniz haqqında, dostlarınız haqqında, orada maraqlı xatirələrinizdən istəyərdim biraz danışasınız. Bəli, kənd, biz orada doğulmuşuq. Dediyim kimi, əsgərlik vaxtına kimi elə müntəzəm Lənkəran rayonu Xalqatan kəndində böyümüşəm. Və əsgərlikdə gedib 2 ildən sonra ara sıra Bakıda yaşaya-yaşaya kəndə gedib. İndi də əlaqələrim əlbəttə ki, çoxdur. Kənddə qohumlarımız hamısı yaşayırlar indi də. Hamının xeyir işində, yəni şər işində, demək ki, xeyirlə şər qardaşdır. Hamısında iştirak edirəm. Kəndlə xatirələrim çoxdur. Onları deməklə indi bu dəqiqə vaxt çox lazımdır yəqin ki ona. Sinif yoldaşlarımdır, uşaqlıq dostlarımdır, bacı qardaşlarımdır, yaxın qohumlarımdır. Onlarla tez-tez dənizə, Lənkəran dəniz qırağıdır, bilirsiniz. Dənizə çimməyə gedərik, balığa gedərik uşaqlarla. Ondan sonra dağlara gəzməyə tez-tez ekskursiya eləyərdik. Əsasən payız vaxtında bundan sonra bizim dağlarda payız meyvələri, gilə meyvələri çıxan vaxtları qrup uşaqları yığardı, biraz özümüzü azacıq yeyib içmək, gedirdik dağlara, gəzirdik. Çox gözəl duyğulardı, o vaxtın duyğuları. Mən sözün düzü çox dərinə gəlsəm kövrələrəm. Burnumun ucu göynəyir o vaxtlar üçün, o çağlar üçün. Bəli, hər vaxtınız da ləzzəti var, amma o vaxt qayğısız vaxtlar idi. Sovet hökumətinin bir vaxtı idi ki, heç kəs heç nə düşünmürdü. Elhamdülillah, şükür Allah, mən də indi heç bir maddi sıxıntım yoxdur. Allaha çox şükürlər olsun. Yəni, belə bir problemimiz yoxdur. Amma o zamanki duyğular, hisslər doğrudan da xatırlayırsan, nostalji hisslər adama çox böyük qürur verir. Hisslər oyananda adamı duyğusulanırsan.
İstər-istəməz. Buyurun. Söhbətinizə görə Buyurun. mən sizə təşəkkürümü bildirirəm. Sağ olun, çox sağ olun. Vurguladığınız kimi bu günləri biz qalib xalqın, qalib Bəli, ölkəsi bəli. və bu günləri Azərbaycan Respublikasının prezidenti Cənab Aydın Komandanın dəmir yumruğu ilə Bəli, bəli. və biz tam Azərbaycanın tam xəritəsi artıq var və Bəli. bütün torpaqlarımız işğaldan azad olunmuşdur və biz buna görə də Cənab Prezidentimizə təşəkkür edirik və Vurğan müəllim, mən sizə öz təşəkkürümü bildirirəm bizim Çox sağ olun. xəbər portalına Cənubun səsinə müsahibə verdiyiniz üçün və Çox sağ olun. Cənubun səsi olduğuna görə təbii ki, mən RSS-yi sanmıram. Vurğan müəllim, sonda Cənublulara nə demək istəyir? Cənublar, biz Cənubun bir parçasıyıq. Biz orada doğma diyarımızdır, doğmalarımızdır. Hamısına həyatda uğurlar arzulayıram, can sağlığı. Müvəffəqiyyətlər arzulayıram öz yerlərimə, öz xalqıma. Təşəkkür Allah hamıya can sağlığı Çox versin. sağ olun. Təşəkkür ederim. Sağ olun, çox sağ olun.